Bismillahirrahmanirrahim. Yunus surəsi 65. Allah buyurur: onların sözləri səni kədərləndirməsin. Bütün izzət, güc və qüdrət, bütün izzət yalnız Allaha məxsusdur. O eşidir və bilir. Bəzən biz narahat oluruq, müəyyən bir izzətimiz var, müəyyən bir əzəmətimiz var. İstər bu iş sahəsində olsun, mən işdə bir müdirəm. İstər bu müəllimlik sahəsində olsun, mən hörmətli bir müəlliməm. Bir izzətə, bir hörmətə sahib oluruq. O hörmət bəzən bizi azdırır. Başqalarına yuxarıdan aşağı baxırıq. Yaxşı bir iş sahibiyəm, yaxşı bir vəzifəyə sahibəm. Mənim bir izzətim var. Mən izzətliyəm, izzətim var. O kimdir ki, mən onlara oturum? O kimdir ki, mən onlara oturum yemək yeyim? O kimdir ki, mən ondan görüşüm? O çox aşağı cəmaat. Görər, cəmaat məni görür. Ayıbdır, deyərlər ki, filan şirkətin müdürü filan kəsdən görüşdü. Bu izzət bizi azdırır. Bu yalancı bir izzətdir. Bu izzət, bu hörməti biz dərk eləmirik. Allah deyir, nə olub? Bütün bu izzət, bütün bu güc, bütün bu qüdrət Allaha məxsusdur. Bunun arxasında Allah durub. Allah bir dənə sənin arxandan çəkilsə, bütün izzətin, bütün o hörmətin aradan gedər. Allah bu hörməti, bu izzəti sənə verib ki, sən bu izzət, hörmətin vasitəsilə Allahın nə qədər hörmətli olduğunu biləsən. Yəni biləsən ki, ilahi, bu nə hörmətdir ki, hamısı səndən gəlir. Sən mənə bunu yetirdin. Sən məni hörmətliydin. Gör, sən özün nə hörmətlisən. Məni zəif bir bəndəni, gücsüz bir bəndəni qüvvətli, güclü, izzətli edə bilirsənsə, sən həqiqətən də izzət sahibisən. İnsan bilməlidir ki, bütün bu izzət, bütün bu gözəlliklər Allaha məxsusdur. İnsan qürurlanmamalıdır. Qürur insanı başqalarına yuxarıdan aşağı baxışını, yəni belə deyim də, bəzən qürur gəlir bizi elə bir yerə çatdırır ki, yuxarıdan aşağı baxırıq. Biri kasıbdır, fəqirdir, birinin bir problemi var, yuxarıdan aşağı baxırıq. Qürur gəlir, onu bizi vadir edir ki, biz yuxarıdan aşağıya baxaq ona. Bu izzət sənə mənə məxsus deyil, bu izzət Allahın izzətidir. Bunu Peyğəmbər özü deyirdi, bunu imamlar özü deyirdi. Onlar nəyə sahibidirsə, deyir ki, biz yox, Allah, hamısını Allah edir. Başqa bir məsələdə bu izzət Allah sənə veribsə, əgər yaxşı istifadə edirsənsə o izzətdən, o hörmətdən, qorxma sənin düşmənin sənin birdən izzət varadan aparar. Bundan qorxmaq lazımdır. Əgər bir insan Allahı qəbul edib, Allahdan gələn o hörməti, o izzəti qəbul edirsə və bilirsə ki, bu Allahdandır, qorxmamalıdır ki, ay filan kəs mənim izzətimi, hörmətimi aradan aparar. Bundan qorxmamalı. Əgər qorxursansa, onda sən o izzəti özündən bilirsən, o hörməti özündən bilirsən. Peyğəmbərin izzətini, hörmətini aradan aparmaq istədi. Peyğəmbər qorxmadı, addım atdı. Peyğəmbər ayağı möhkəm tutdu, dedi, yox. Mən bu işdən əl çəkmərəm. Allahın vəhyini yer üzünə yayacam, mən əl çəkmərəm. Peyğəmbəri hörmətsiz etmək istədilər. Peyğəmbərə nə qədər hörmətsizlik etdilər də, Peyğəmbər dedi ki, izzət Allaha məxsusdur. Bu hörmət Allaha məxsusdur. Allah bu izzət mənə veribsə, heç kəs onu aradan apara bilməz. Möminin bir inanclığını, izzətini heç kəs aradan apara bilməz. İnsan bunu dərk edərsə ki, bütün izzətin sahibi, bütün hörmətin sahibi əslində Allahdır, Allahdan başqa heç kəs mənə hörmətli etməyib, hörmətsiz idim, zəif idim, Allah bu güc, qüdrəti mənə verdisə, o deməkdir ki, başqası gəlib mənim izzətimi, gücümü aradan aparmaq istəyir, Allahın izzətini, gücünü aradan aparmaq istəyir. Onu bacarmaz axı. Gəl mənim izzətimi, gücümü aradan apar. Sən bacarmazsın, mənə məxsus deyil, mənim deyil, Allahındır. İnsan bundan qorxmamalıdır, insan bunu dərk etməlidir. Niyə insan bəzən qorxur? Kesin evdə danışmışdıq. İnsan ruzinin itməsindən qorxur, ruzinin gəlməməsindən qorxur. İnsan birdən hörməti aradan gedər, bundan qorxur, stres keçirir, depressiyaya düşür.
Çünki o qəbul eləməyib ki, Allahdan, hamısı Allahdan. Elə bir ki, özündəndir. Biz əgər nəyinsə özümüzdən olduğunu qəbul etsək, soruşsalar ki, depressiyanın, stresin səbəbi nədir? Bunların səbəblərindən biri də budur ki, insan bütün hər şeyi özündən bilir, özü də gücsüzdür axı. Bilir ki, mən gücsüz idim, zəif idim, sonradan bu mənə gəldi. Mən zəifəm, sonradan mən buna nail oldum. İtirə bilərəm, o itki qorxusundan depressiyaya düşür. Amma sonsuz elmə, sonsuz izzətə, sonsuz hörmətə sahib olan bir Allahı qəbul edərsə, o izzətsiz birdən izzət aradan gedir, ondan qorxmaz, narahat olmaz. Bu ay, mübarək Ramazan ayı bizi izzətli etmək üçün təyin olunub. Allah bəndələrini izzətlidir bu ayda, ruhunu hörmətlidir. İnsanın ruhu mələkut aləmində hörmətli olarsa, onun o ruhu bu aləmə sirayət edər, bu aləmdə də hörmətli olar. Onun bəndəsini, Allahın bəndəsini heç kəs hörmətini aradan apara bilməz. Allah ona icazə verməz. Allah hər birimizi bu ayda izzət sahibi etsin, hörmət sahibi etsin. Allahın mələklərinin yanında, Allahın gözəl bəndələrinin yanında, Peyğəmbərin yanında, imamların yanında bizə hörmət bəxş eləsin.